Herkese selamlar dostlar. Ben Hüseyin. Bu ilə sizlərlə birlikdə qabaq şişində gördüyünüz Arıq və isə Kök komandaları qapışdıracağıq. Şu anlar uzun müddət ki challenge, yəni All Star videoları gəlmirdi. Şu anlar belə videoların davamı üçün YouTube kanalıma abunə olmağı unutmayın. O zaman gəlin keçək kontektin əsas mənasına və kontektin nədən ibarət olduğunu deməyə. Şu anlar kontektdə Arıq komanda, yəni dünyanın ən arıq futbolçularından ibarət olan komanda və dünyanın ən kök komandalarından ibarət olan komandaları qapışdıracağıq. Dediyim kimi kök komandanı Napoli'nin üzərinə qurmuşam. Çünki daha çox burada çəkisi çox olan, yəni kök futbolçular oynayıb. Ona görə də Napoli'nin üzərinə qurdum. Lakin Arıq komandanda Barcelona'nın üzərinə qurdum. Çünki hal-hazırda da və ümumiyyətlə tarix boyda çəkisi az olan oyuncuları daha çox Barcelona'da oynayıb. Gəlin o zaman kök komandamıza baxaq. Kök komandamızı dediyim kimi Napoli'nin üzərinə qurdum. Və bəli, qapıda Thibaut Courtois, stoperlərdə Van Dijk, Niklas Süle. Bu arada uşaqlar, bu dizilişdə sağ bek, sol bek oynatmıram. Çünki sağ bek, sol bek demək olar ki yoxdur. Yəni demək olar ki yoxdur deyəndə yoxdur. Ancaq Betşley və Minadır. Bunları da sol bek, sağ bekdə oynatmaq olmur. Yenə bəli, Van Dijk'ı sağ bekə çəkib oynatsaq da komanda zəif ola bilər. Yəni mən çalışdım ki, ən güclü iki komanda içində ən güclü komandanı qurum. Mənim ən güclü də belə olur. Stoperlərdə Niklas Süle, Van Dijk, Betşley və Mina. Yarım müdafiədə McTominay, defansif orta sahada Rodri və digər yarım müdafiədə Casemiro və bu komandada üçlü santrforla oynayırıq. Sol kanat, sağ kanat olan oyuncuların çəkisi bu oyunculardan nisbətən daha azdır. Ona görə də üçlü santrfor oynatdım. Santrforda, sağ santrforda Lukaku, sol santrforda Viktor Gyökeres və əsas santrforda, mərkəz santrforda isə Erling Braut Haaland oynayır. Komandanın kapitanı isə qabaq şişində olan Lukaku'dur. İki komandada da kapitanları qabaq şişində olan oyuncular etmişəm. Gəlin o zaman arıq komandaya baxaq, yəni çəkisi az olan komandaya baxaq. Burada qapıda Mateus, yəni Braga'da oynayan Mateus, müdafiəçilər Pau Kubarsi və Erik Garcia, yəni gördüyünüz kimi ikisi də Barcelona'da oynayır. Sağ bekdə Jeremy Frimpong, sol bekdə Alejandro Balde, o da Barcelona'nın oyuncusudur. Yarım müdafiədə qabaq şəkildə olan və bu komandanın kapitanı olan Pedri, ofansif orta sahada Bernardo Silva, bir digər mərkəz orta sahada Vitinha, sağ kanatda Kubo, sol kanatda Lamine Yamal və santrforda da Raspadori oynayır. Gördüyünüz kimi bu da çəkisi az olan komandaydı. Burada da kapitan Pedri idi. Bəli dostlar, o zaman gəlin videonun ən vacib məqamı olan kontekstdə necə yaraşdıracaqsan suallarına cavab olan o fikri sizə izah edeyim. Şu anlar biz sadəcə bir maç atacağıq. Daha doğrusu iki etapımız olacaq. Biri maç etabı. Qazanan özünə bir xal götürəcək. Qazanan komanda özünə bir xal alacaq. İkinci etap isə penallaşma seriyasıdır. Bu etapda kim? Məsəl üçün birinci etabı, maç etabını arıq komanda utdusa, məsəl üçün, ikinci etabı penallaşma seriyasını kök komanda utsa, çəkisi çox olan komanda utsa, o zaman hesab 1-1 olmuş olacaq. Və 1-1 olarsa, hesab 1-1 olarsa overall qapışdırması eləyəcəm. Yəni iki komandanın da ən yüksək 5 overall futbolçusunu seçəcəm və bunları overall qapışdırmasını eləyəcəm ki, görək hansı komandanın oyuncularının overallı daha çoxdur və beləliklə videonun qazananı seçəcəyik. Və o zaman sözü çox uzatmayaq, masa keçək. Mən heç kimin tərəfində olmayacağam. Gördüyünüz kimi mən sadəcə seyirci modunda olacağam. Komandalarımız bunlardır. Birinci istəyirdim Dortmund Inter qurum. Sonra dedim ki Barça Napoli qurum. Napoli'ni seçək. Buradan da Barcelona seçək. Dediyim kimi uşaqlar, belə videoların davamı üçün like atıb kanalıma abunə olmağı unutmayın. Və video fikirlərinizin hamısını şərhlərdə bildirməyi unutmayın. Napoli mavi formasını giysin, Barcelona bu formasını giysin elə. Maç düzeyini 10 dəqiqəyə çəkək. Daha doğrusu sürəsini.
Amatördə bunu aşırı zor eləyək. Yəni bu bizim üçün deyil zaten. İki komanda üçündür. Məncə bu stadion olmasın. Etihad stadium ya yaxud Juventus stadium. Camp Nou olmasın, Barcelona xeyrin olmasın. Ən yaxşısı Anfield-dir. Anfield-də oynasınlar. İki komanda da heç biri zaten bu stadionda oynamağa çox da öyrəşmiş deyirlər. Mövsüm qış olmasın, rastgele olsun. Uzatmalar və penaltilər bağlı. Oyuncu dəyişiklikləri isə bağlı olur. Giriş sahnəsi açıq və bəli dostlar, uzun sözün qısası maçımıza keçdik. Mən tərəfsizəm. Yaxşı olan inşallah ki qazanar. Kim yaxşı olsa bu videonun qalibi olacaq zaten o. Gördüyünüz Barcelona komandası isə belədir yəni. Bir dəqiqə. Onu eləmədim. Ayar eləmədim. Ayda o ayarı eləmədim. Bir dəqiqə mən maçı təzədən qurub gələm. Siz nə ayarını eləmədim? O ayarını eləmədim ki. Gözəldən o ayarı düzəldib gələm. Bəli dostlar, eləmədiyim ayar buydu. Baxın, otomatik seçilmiş kadro. Bunu kapalı eləyirik. Amatörü qaldırırıq, yenidən aşırız ora. 5 dəqiqəni yenidən 10 dəqiqə edirik. Stiado Metropolitano yerinə Anfield seçirik. Bunu rastgele eləyirik. Bir dəqiqə. Uzatma oyuncu dəyişikliyini 0 edirik. Giriş sahnəsini də kapalı edirik. Və belə bu da bizim bütün ayarımız, sakatlıqlar açıqdır. Maç düzəyi aşırı zordur və inşallah ki maçımıza doğru keçdik. İnşallah layiq olan, yaxşı olan qazanar. Gördüyünüz bu 21 Muhammed 09 kanalına abunə olub like atmayı unutmayın. Çünki oyunun yiyəsi 21 Muhammed 09'dur. Və maçı Lukaku'nun vuruşu ilə başladı. Kök komanda Rodri uzun ötürmə keçmədi. İndi Bernardo Silva Barcelona kontrataka çıxmağa çalışdı. İcazə vermədi. Betşli, Vitinha. Barcelona gəlir Lamine Yamal ilə. İkinci dəqiqədə maçda Lamine Yamal dirək. Kubo çək topu. Vitinha'dan top. Lamine Yamal orada möhtəşəm dirəyi vurmuşdu. Raspadori. Top Thibaut Courtois'dadır. Çox tez gəldi Barcelona. Arıq komanda. Niklas Süle. Ay. Kubo çox sıxır Kubo. Kontrataka çıxmağa çalışır. Kök komanda McTominay ilə. Haaland sıxır. Bernardo Silva. Raspadori. Alejandro Balde pası Vitinha. Zərbə meydançasına doğru girdi. Vitinha uzaqlardan zərbə. Vitinha ilə vurdu Courtois. Thibaut Courtois. İndi kontrataka çıxmağa çalışır. Deyəcəkdim ki Lukaku foul elədi 10-cu dəqiqədə. Alejandro Balde sərbəst vuruşu yerinə yetirdi. Raspadori. Bilirsiniz, bunlar çəkisi azdır deyə texnikaları və sürəti çox artır. Yəni Barcelona futbolçular Vitinha vurdu uzaqlardan, bayıra getdi top. Thibaut Courtois. Bu arada uşaqlar, bu kontakt fikri mənim deyil. Bu kontakt fikrini bir çox yabancı səhifələr, xarici səhifələr və türk qardaşlarımız səhifələri paylaşır. Məsəl üçün Arden Papazyan da bu kontakti paylaşır. Yəni bu kontakt fikri mənim deyil. Sadəcə mən bu kontakti gördüm və mən də çəkmək istədim. İndi top Pedri'dədir. Jeremy Frimpong, Bernardo Silva, yəni gedib Arden Papazyanın və digər xarici ölkələrin qurduğu komandaya və videosuna baxa bilərsiniz. İndi Bernardo Silva cənab meydançasına doğru girdi. Bernardo Silva burada Minana qarşı foul elədi və yəqin ki 11'lik, bəli, hakim 11 metrliyi göstərir. Hakim penalti deyir. Batşli orada Bernardo Silva yıxılmışdı. Raspadori vurdu qolu və arıq komandanı 1-0 öne keçirdi. Raspadori özü plus Raspadori Napoli'də oynayır hal-hazırda. Napoli'dən gəldi bura, yəni arıq komandaya gəldi və əvvəlki komandası Napoli'yə qol vurmağı bacardı. Raspadori penaltidən Thibaut Courtois əks istiqamətə tullanmışdı. Uşaqlar biraz səsim pis ola bilər çünki biraz naxoşam, xəstəyəm. Yəni buna görə idarə edə bilərsiniz. Dərsən Pedri çox sıxır. Arıq komanda Raspadori Thibaut Courtois. 19-cu dəqiqədə maçda.
Viktor Gyökeres kəllə pası, yəni uzundular, plus çəkiləri çoxdur deyə texnikaları azdır komandanın, yəni kök komandanın. Orada yine faul. Sərbəst vuruşun başında Bernardo Silva, Thibaut Courtois. Bu ikili bir-birini çox yaxşı tanıyır. Thibaut Courtois pası Batchley. Ondan kəllə pas McTominay keçmir pası. İndi Bernardo Silva. Abi bak burada faul yok idi. Burada həqiqətən faul yok idi. Virgil van Dijk burada faul etməmişdi. Əlində sarı vərəqə var komanda idi. Hakimin əlində sarı vərəqə və Virgil van Dijk oyunun ilk sarı vərəqəsini alır. Bernardo Silva zədələndi. Və tədavi görür hal-hazırda kənarda. Vitinha sərbəst vuruşu yerinə yetirdi. Olmadı. İndi Haaland kontrataka çıxa biləcəkmi? Kök komanda yox, çıxa bilmir. Raspadori Haaland. Çox yaxşı faul etdi əslində, amma qaydalar aslında pozmamışdı Haaland. İndi sərbəst vuruşun başında Lamine Yamal vurdu bayraq. Görək kök komandanın Raspadori'nin qoluna qarşı cavabı nə olacaq? Rodri icazə vermir Barsa. Lamine Yamal pası keçmədi. Niklas Süle oradaydı. Niklas Süle top hələ də ondadır. Thibaut Courtois tək pas Mina çox böyük pas səhvi. Raspadori keçmədi top Van Dijk'dan. Rodri haydi kontrataka çıxa biləcək ki kök komanda. McTominay geri oynayır. Batchley pas Virgil van Dijk. Batchley geri dönür Thibaut Courtois'a. Courtois'dan pas Niklas Süle. O da oynadı. Rodri. Pas Casemiro. Bir vaxt Real'da oynamıştı Casemiro. İndi Viktor Gyökeres geri döndü Casemiro'ya. Oy burada Jeremy Frimpong faul edir Casemiro'ya karşı. Hakim oyunun ikinci sarı vərəqəsini Jeremy Frimpong'a çıxardır. Arıq oyuncu bu kök oyuncuyu nətər yıxıtdı, ələ də çatmır mənə. Haaland sərbəst vuruşunu yerə yetirir. Haaland içərlədi, Lukaku vura bilmədi. Rodri qapdı topu. Rodri apara bilmədi, icazə vermədi Jeremy Frimpong. İndi kontrataka çıxır arıq komanda Bernardo Silva ilə. Raspadori'dədir top. Rodri götürməyi bacardı, lakin çox böyük sıxır Barcelona. Batchley, McTominay, Casemiro. Uzun ötürmə. Lukaku indirdi. Topu deyə çıxa bilmədi. Napoli dərkən topu götürdülər. Lakin götürdülər. Şimdi itirdilər. Lamine Yamal, Raspadori. Rodri sıxır biraz. İndi Lukaku topu götürdü. Lukaku Gyökeres'le alandı. Başda Lukaku. Pası keçə bilmir alanda. Tez verməliydi Lukaku. İndi Lamine Yamal'a doğru ötürmə. Van Dijk buradadır. Rodri tez çıxmağa çalışır kontrataka. Napoli lakin olmur. Kubo icazə vermir. Mina. Kolombiyalı stoper Mina. Niklas Süle. Ondan pas Virgil van Dijk. Oyunun yönünü çevirdi Napoli. Sağa tərəfə doğru. Van Dijk. Çox paslaşır Napoli komandası. Mina özü apardı topu. Mina. Ondan pas Viktor Gyökeres karşısında Jeremy Frimpong var. Gyökeres verdi. Haaland. Erling Braut Haaland 45'te vurdu 1-1. 1.94 boylu 25 yaşlı Norveçli golcu. Ay Gyökeres möhtəşəm keçdi rəqibini. Möhtəşəm pas. 45 artıda. Gol vurmağı bacarır Erling Braut Haaland. Sol ayağıyla klas bir zərbə. Klas bir gol. Qarşısına ala bilmir bu zərbənin. Mateusz. Bax. Gyökeres burada topu çəkdi. Pası Erling Braut Haaland. Gəlişinə zərbə və möhtəşəm bir gol. 45+1'də 1-1 olur hesab. İndi Vitinha. Pası Pedri, Yelçin Hakimin de oyunu bitirəcək. Pedri uzun ötürmə Lamine Yamal.
Lamine Yamal Batşlı icazə vermədi. Top Pedri'də qalır. Pedri və ilk hissə bitdi. Hakim ilk hissəni bitirdi. İlk hissədə Raspadori bir penalti və Erling Braut Haaland 45+1-ci dəqiqədə sol ayağı ilə gəlişinə bir zərbə vuraraq hesabı 1-1 etməyə bacardı və arıq komanda 1 və kök komanda da 1-dir. Hesab 1-1-dir. Görə ikinci hissədə nə olacaq? Topu başlangıç vuruşunu arıq komandanın Raspadori hücumçusu başlatdı. İndi Vitinha. Haaland topu götürməyə bacardı. Erling Haaland. Haaland dəstəyə gözləyir Haaland. Lakin o dəstəyə gəlmədi orada Haaland'da. Tək başınaydı Haaland. Lukaku sıxdı götürdü. Viktor Gyökeres. Viktor Gyökeres. Lakin orada blok koydular. İndi topun başında Haaland. Kürşən zərbəni yerinə yetirdi Haaland. Heç kim yox idi içəridə. Əsasında qolcu futbolçular olmalıydı orada. İndi Barcelona kontrataka çıxır. Bernardo Silva sol tərəfə Lamine Yamal. Təkdə pas Raspadori. Raspadori verdi Vitinha'ya. Vitinha arka-arkaya Kubo. Kubo'nun pası Bernardo Silva bayrağı. Bernardo Silva. Baxın atak belə gerçəkləşdi. Silva vurdu bayrağa getdi top. Thibaut Courtois. Thibaut Courtois. Casemiro. Kubo. Frimpong. Kubo. Haaland sıktı topu götürdü. Haaland. İlerlemeye bacardı Haaland. Pası Viktor Gyökeres. Geri döndü McTominay. Ondan pas Lukaku. Casemiro. Burada faul etti. Frimpong yine faul etti. İkinci sarı verge kalkmadı. Lakin serbest vuruşun başında Haaland vurdu bayrağı. Erling Braut Haaland bak belə vurdu. Top çıktı bayrağı. Mateus. Ötürməsi Bernardo Silva'ya doğru, lakin Rodri topu pas verməyə bacardı. Haaland təkdə pas Lukaku'ya doğru, icazə vermədi orada. Kim idisə görmədim. Sözün əsl mənasında görmədim. Deyəsən Balde idi. Lukaku topu götürdü. Lukaku çəkdi topu, Lukaku verdi. Casemiro! Yox, Casemiro deyil, bu Haaland'dı. Oy. Erling Braut Haaland çərçivə vurdu. Qapının düz dibindən çərçivə vurdu Haaland. Erling Braut Haaland. Oy. Haaland. İkinci gol vurdu komandasının. Haaland bax belə vurdu çərçivəni. Bir dəqiqə yandan izləmək istəyirəm mən. Erling Braut Haaland. Bir dakika. Bak. Erling Braut Haaland. Bunu ben kaydedeceğim. Bırak. Bundan bir tane short çıkardarım ki ben. Çok süper gol vurdu Haaland. Oy. Topun başında Raspadori. Görək buna qarşı cavab nə olacaq Barcelonalılardan. Kubo. Pası keçmir McTominay. Viktor Gyökeres 60-cı dəqiqəyə girir maçda. Lukaku topu götürdü. Lukaku çıxa bilmədi oradan. Foul var idi Lukaku'ya qarşı. Topun başında McTominay. Sərbəst vuruşu yerinə yetirdi. Pas Lukaku'dadı top. Ondan da pas Viktor Gyökeres. Sor keçdi hamısını. Haaland zərbə olmadı. McTominay idi bu səfər zərbəni vuran. Mən orada elə bildim ki zərbəni vuran Casemiro'dur. Çünki biraz səhv gördüm. Lakin zərbəni vuran Haaland imiş. McTominay. Çərçivə epizodunu deyirəm ha. İndi Bernardo Silva, pası Vitinha, Raspadori, çəkdi sağa. Kubo icazə vermir Mina. Mina'nın uzun ötürməsi. Viktor Gyökeres endirdi. Haaland qabağı bomboş tutacaq getdi. Haaland! Erling Braut Haaland! Hat-trick eləyir. Komandası özünün də 3-cü qolunu vurur. Erling Braut Haaland! Tək başına apardı Haaland. Yəni Lukaku'nun və Viktor Gyökeres'in çox böyük əziyyəti var. Lakin Haaland yenə sol ayağı ilə möhtəşəm bir zərbə və möhtəşəm bir gol. Erling Braut Haaland.
3-1 olur hesab. Barselonalılardan hələ cavab gəlmir. Barselona birinci hissədə, yəni arx komanda birinci hissədə möhtəşəm oynamışdı. Lakin ikinci hissədə kök komanda, çəkisi çox olan komanda daha güclüdür. İndi Bernardo Silva sağ tərəfə doğru ötürmək. Kubo deyəcək. Pası uzaqlaşdırmağı bacardılar. İndi Casemiro'dadır top. Casemiro ilerledi topu, özündədir top. Casemiro apardı, pası Lukaku, Romelu Lukaku. Balde icazə vermədi ona. Balde bugün əhsənə Balde, yəni Lukaku heç istədiyimi olar ki icazə vermədi. Erling Braut Haaland keçmədi top. İndi top McTominay'dədir. Pası Haaland. Ondan da pas Rodri ilə Haaland bir vaxtı bir komandada oynamışdılar. Daha doğrusu indi də bir komandada oynayırlar. Mən çaşdım. Rodri ilə De Bruyne'yi səhv saldım. Yəni Rodri ilə Haaland hal-hazırda eyni komandada oynayırlar. Yəni daha yaxşı paslaşmalılar. Bu arada Viktor Gyökeres kəllə vurdu. Lakin olmadı. Mateus 73-cü dəqiqədə maçda. Raspadori'ye doğru ötürmək keçmirində Erling Braut Haaland topu götürdü. Haaland yine təcə mi gedir? Yox. Təcə Haaland sıxdı. Haaland! Erling Haaland 4-1. Oy. Dördüncü golunu vurur. Komandanın da özünün de dördüncü golunu vurur. Erling Haaland 4-1. Haaland çox möhtəşəm comeback elədi. Kök komanda əsasən də Haaland möhtəşəm oynayır hal-hazırda. 75-ci dəqiqədir. Görək Barselonalılar ən azından bir gol vura biləcəkmi? Yəni buradan dönmək çox çətindir. Alejandro Balde o topu götürə bilməzdi zaten, yəni Balde. Batshuayi, pası Van Dijk. Rodri icazə vermədi Barselonalılar. İndi Raspadori sağ tərəfə doğru ötürmək. Kubo icazə vermir Mina. Kubo yine sıxdı, lakin Casemiro topu götürdü. Top McTominay'da. Geri oynayır Van Dijk. Batshuayi sol tərəfə doğru Rodri'dən sol kanada doğru Casemiro cinahdan gəlir. Casemiro içərilədi, olmadı. Bernardo Silva'dadır top. Silva görək Barcelona kontrataka çıxa biləcəkmi? Raspadori Batshuayi icazə vermədi. Raspadori neylədin sən orada? Lamine Yamal təkdə pas. Ay Kubo topu götürə bilmədi. Thibaut Courtois çıxdı bayrağa. Jeremy Frimpong. Haaland yine topu götürdü Erling Haaland. Mateus Lukaku. Kaptan Lukaku. Mateus'tan qaydan topu. Romelu Lukaku dəf etmək neydi? Lukaku zərbəni vurdu və qolunu attı. Mateus bu arada yəni yaxşı seyv elədi Haalandın topunu. Lakin sekən top. Lukaku vurdu topu. Yani burada da Haalandın faydası çok büyük idi. 85. dəqiqədə 5-1 hesab. Lukaku, Viktor Gyökeres, Vitinha icazə vermir. Vitinha'nın pası Kubo, Casemiro topu götürdü. Casemiro'nun pası Lukaku, Romelu Lukaku keçdi. Zərbə Mateus. Dönədi Viktor Gyökeres. 6-1. Viktor Gyökeres. Oy. Ona zərbəydi. Gəlişinə ona zərbəydi Gyökeres. Bak Lukaku vurdu, Nunes. Balde'den qaydan top. Of. Çok süper bir gol. Viktor Gyökeres. Bakın bir dənə də belə izləyək. Gyökeres Frimpong'un yanından möhtəşəm bir gol vurdu. 88. dəqiqədə artıq hesab 6-1'dir. Yəni Barcelona burada dönmək, yəni heç vaxt ola bilməz, mümkünsüz bir şeydir. Kubo Mina icazə vermədi. Vitinha təsəlli gol istəyir Barcelona. Kubo içərlədi. İcazə vermir Van Dijk. Lamine Yamal'a getsin, çatsın top. Haaland pasını verdi, lakin burada yəni qaydanı pozdu Pau Kubarsi'yə qarşı. Pedri
McTominay topu götürdü. İndi Haaland. Pas olur Romelu. Romelu Lukaku. Haydi Lukaku görək neyəcəksən? Lukaku. Döndü Casemiro'ya. Casemiro. Pazı Viktor Gyökeres. Haaland. Erling Haaland. Ay. Casemiro nətə götürə bilmədi o topu və maç bitir. Maç etabının qalibi 6-1 hesablanla Poli'dir, yəni köç komandadır. Yəni möhtəşəm oynadı köç komanda. Əsasən də iləri üçlü Haaland, Gyökeres və Romelu Lukaku həqiqətən dominasiya qurdu oyunda bu üçlü. Yəni burada Viktor Gyökeres'in pasında möhtəşəm dəyərləndi Erling Haaland. Yəni möhtəşəm fərqləndi daha doğrusu belə deyək. Belə buradan başladı hər şey. Maçın oyuncusuna baxaq. Məncə maçın oyuncusu Haaland olmalıdır və bəli Erling Braut Haalanddır maçın oyuncusu. Rəqib deyəm, yəni arıq komandadan ən yaxşı oynayan belə görünür ki Vitinha'dır. Ən bərbad oynayan isə Mateus'dur. 4.5 dərəcədə oynayıb. Ən yaxşı oynayan Vitinha olub. O da ki, yəqin ki asist edib deyə olub. Yox, asist edib deyə olmayıb. Yəqin ki, yəni ən yaxşı elə Vitinha oynayıb. Raspadori bəli, möhtəşəm bir penalti vurdu, lakin 6-1'lik, 6 zərbə ilə, 6 qolla cavabını verməyə bacardı köç komanda. O zaman penalti seriyasına keçək. Penalti seriyasınızda qarşınızdayım. Dostlar, penalti seriyasını qoşdum və gəldim. İlk zərbəni köç komandadan Erling Braut Haaland vurur. Haaland! Yəni maçdakı dominasiyasından sonra burada da qolunu vurmağı bacarır. Top Raspadori də o bəğla penalti zərbəsini vurmağı bacarmışdı. Raspadori indi də bacarır qolu vurmağı. 25 yaşlı futbolçu. İndi Viktor Gyökeres. Topun başında Gyökeres. Düz 9'luğa vurdu. Yəni Mateus bunu tutmanın çox çətin idi. İndi Lamine Yamal, gənc star, superstar. Yamal ortaya vurdu Lamine. Topun başında Romelu Lukaku. O da vurmağı bacarır. Romelu Lukaku. Topun başında indi Kubo'dur. Kubo, sağ kanat Kubo da vurur. Kubo da vurmağı bacardı bu zərbəni. İndi Casemiro, Real'da oynamışdı o. Casemiro düz 9'luğa, düz sol 9'luğa möhtəşəm bir penalti. Topun başında penalların ustası Vitinha. O da sağ ikincə vurur. Rodri. O da 9'luğa. Mateus ve Thibaut Courtois heç seviyə bilmədilər. İndi Bernardo Silva, Thibaut Courtois ilə Bernardo Silva bir-birini çox yaxşı tanıyır. Bernardo lakin vurmağı bacardı. Thibaut Courtois'dan heç bu performansı gözləmirdim. İndi McTominay'dədir top. McTominay sol alt ikincə vurdu. İndi penalların əsl ustası Pedri. Bayra vurdu Pedri. Roberto Baggio hikayəsi Pedri'dən. Penalların ustasıydı o Barsa'da. Pedri diz çöktü, oturdu yerə. Və videonun qalibi Pedri, üzümlü çəkim mənim. Pedri oturdu yerə. Və Napoli, yəni köç komanda videonun qazananı olur. 6-5 ilə penalti seriyasında, 6-1-də əsas maçda qazanmaq bacardılar və videonun qalibi məhz elə köç komanda olur. Uşaqlar, belə videoların davamı üçün like atıb kanalıma abunə olmağı unutmayın. Bir diğer kontek fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Biyomdan, yəni YouTube biyomdan qoyduğum Instagram və TikTok səhifəmə də follow atsaz möhtəşəm olar. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.